Bismillahirrahmanirrahim. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Ailəyə xidmət etmək böyük günahların kəffarəsidir və Allahın qəzəbini söndürər. Mənbə Camiül Əxbar, səhifə 276. Hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dəyərlər verilişinin izləyiciləri. Mövzumuz məxsusən bugün də təkəbbürlük və təvazökarlıq haqqında olacaq. Qonağımız Sağlam Ruh Psixologiya Mərkəzinin təsisçi direktoru, ilahiyyatçı psixoloq, ailə psixoloqu Pərvanə xanım Cəfərovadır. Xoş gördük Pərvanə xanım. Xoş gördük sizləri. Pərvanə xanım, mövzunu artıq elan etdi. Mövzumuz təkəbbür və təvazökarlıq haqqındadır. Ümumiyyətlə, təkəbbür və təvazökarlıq nədir? Bunlar haqqında biraz bizə məlumat verərdiniz. Buyurun, sizi eşidirik. Təkəbbür və təvazökarlığı belə deyək ki, insan ruhunun dərinliklərində bu iki xüsusiyyət daim bir-biri ilə səssiz savaş aparır. Biri insanı ucaltdığını sanır, digəri isə səssizcə onu Allahın dərgahında yüksəldir. Təkəbbür insanın gizli tələsidir. Təkəbbür sadəcə bir hiss deyil, bir düşüncə tərzidir. Təkəbbür insanın özünü digərlərindən üstün görməsi, özünü həddindən artıq qiymətləndirməsi və başqalarını kiçik hesab etməsidir. Təkəbbürlü insan başqalarının fikrini saymaz, öz səhvlərini görməz, tənqidi qəbul etməz və daim özünü haqlı sayar. Psixologiyada təkəbbür narsizm anlayışı ilə çox yaxın bir haldır. Narsizm insanın özünü həddən artıq dəyərli, əvəz olunmaz və üstün hesab etməsidir. Bu insanlar tənqidi qəbul etməzlər, empati qura bilməzlər, çətinlik çəkərlər empatidə, daim tərif gözləyərlər, öz üstünlüyünü başqalarına sübut etmək ehtiyacı hiss edərlər. Təkəbbürlü insanlar bu xüsusiyyəti gündəlik həyatlarında da başqalarına yuxarıdan baxmaqla, yuxarıdan aşağı baxmaqla, hörmətsiz yanaşmaq, özünü haqlı və üstün saymaqla göstərirlər. Onlar haqsız olduqları halda belə səhvlərini qəbul etmirlər. Bütün bunlara diqqət etsək görərik ki, əslində təkəbbür insan ruhunun xəstəliyidir. Ki, İmam Sadiq əleyhissalam buyurur, təkəbbür insanın imanını məhv edir, necə ki, odda odunu yandırar. Təkəbbürün bir neçə növü var. Aşkar təkəbbür. Aşkar təkəbbür budur ki, insan açıq-aşkar özünü digərlərindən üstün tutur. Misal üçün, mən hər kəsdən yaxşıyam, sən mənimlə müqayisə belə olunmazsan. İkincisi, gizli təkəbbürdür ki, xaricdən sanki təvazökar kimi görünür, lakin daxilində başqalarına yuxarıdan aşağı baxmaq var. Psixologiyada bu gizli narsizm adlanır. Ki, belə insanlar da açıq-aşkar özünü tərif etmir, özünü sadə göstərir, amma iç dünyasında üstünlük hissi daşıyır. Başqalarının diqqətini çəkmək üçün təvazökar maskası taxır. Amma daxilində özünü hamıdan daha yaxşı, daha güclü hesab edir. Ən təhlükəsi də elə budur. Gizli təkəbbür. Psixologiyada isə gizli narsizmdir. Zahiri təvazökarlıq fonunda başqalarını yuxarıdan aşağıya dəyərləndirmək. Onlar mən hər şeyi yaxşı bilirəm mesajını dolğayısı ilə başqalarını zəif, savadsız kimi istiqamətləndirərək ötürürlər. Gizli təkəbbürün xüsusi əlamətləri var ki, zahiri təvazökarlıqdır, özünü çox sadə, təmkinli aparar, böyük ego hissini gizlədər. İkinci, daxili ego şişirtməsidir ki, başqalarını dəyərsizliklə damğalayarkən öz mükəmməlliyini dolayısıyla nümayiş etdirər. Üçüncüsü, manipulyasiyadır. Başqalarının məlumatlarını təhrif edərək özünə heyranlıq və üstünlük hissi yaradar. Dördüncü, çox mərhələli müdafiədir. İnsanları ağ və qara kateqoriyalara bölərək
onları qiymətləndirmək üçün qərəzli mühakimələr yürütməkdir. Təkəbbürün psixologiyada bənzəri narsizm olsa da, bununla yanaşı baxırıq ki, histrionik şəxsiyyət pozuntusu ilə də əlaqəsi var. Amma bu əlaqə birbaşa deyil, dolayısı yolladır. Özünü göstərir bu yolla. Necə izah edək? Histrionik pozuntuya diqqət eləsək, histrionik pozuntuya sahib insanlar daim diqqət mərkəzində olmaq istəyərlər, emosiyalarını şişirdərlər və başqalarının təsdiqinə ehtiyac duyarlar. Tərif, diqqət və maraqacılığı çəkərlər. Emosiyalarını teatrvari, bəzən saxta şəkildə nümayiş etdirərlər. Başqalarının gözündə mükəmməl görünmək istəyərlər. Təkəbbürlə əlaqəsi hardandır? Baxsaq görərik ki, histrionik insanlar da daxildə özlərini inamsız və boşluq hiss etdikləri üçün bu boşluğu başqalarının diqqəti ilə doldurarlar. Onların bu davranışları özünü üstün, cazibədar, diqqətə layiq göstərmək istəyi ilə müşahidə olunur. Bu isə təkəbbürün gizli formalarından biri hesab edilə bilər. Lakin bunun fərqi bundadır ki, yəni histrionik şəxsiyyət pozuntusu təkəbbürlə əlaqəsi olsa da, bir cəhətdən də fərqləri də var ki, fərq də bundadır ki, təkəbbürlü insanlar özlərini daim və üstün, mükəmməl bilirlər, başqalarına ehtiyac duymadan öz dəyərlərini şişirdilmiş şəkildə göstərirlər. Histrioniklər isə başqalarının təsdiqinə ehtiyac duyurlar. Diqqət çəkmək üçün bəzən təvazökar, bəzən də təkəbbürlü görünə bilirlər. Yəni, histrionik pozuntu təkəbbürün motivi kimi ego mərkəzli düşüncə daşıyır, amma məqsədi daha çox diqqət qazanmaq və duyğusal təsdiq almaqdır. Təkəbbür insanın ağlını pərdələyən, qəlbini sərtləşdirən bir haldır. Təkəbbürün tərkibinə baxsaq, daha çox 3 istiqamətdə görə bilərik bunu. Birincisi, əxlaqi təkəbbürdür ki, insan dini, əxlaqi əməl və savablarını daha çox başqalarından daha çox olduğunu düşünür. İkincisi, zəka təkəbbürüdür ki, ağıllı olduğunu düşünür, başqalarının savadsız və dəyərsiz olduğunu düşünür, bu cür hesab edir. Üçüncüsü, sosial təkəbbürdür ki, var dövlət, ailə, status, peşə, sosial çevrə üstünlüyü hiss edir. Yəni, özündə olan bunları başqalarından daha üstün bilir. İnsanın niyə təkəbbürlü olmasına gəldikdə isə təkəbbür nəfsin fitnəsindən, insanın öz iç dünyasında haqqı tanımamağa meyilli olmasından qaynaqlanır. İnsan özünün aciz, məhdud bir varlıq olduğunu unutduqda təkəbbürə meyilli olur. Psixoloji tərəfinə baxanda isə ailədə uşaq ya həddindən artıq təriflənir, reallıqdan uzaqlaşdırılır, ya da daim başqaları ilə müqayisə olunduqda yarandığını görə bilirik. Təkəbbürün arxasında ya travmatik, ya da səhv formalaşmış şəxsiyyət strukturlarının olduğunu deyə bilərik. Həzrət Əli əleyhissalam buyurur ki, təkəbbür insanın ağlının qüsurlarından qaynaqlanır. Təkəbbürün ziddi də təvazökarlıqdır. Təvazökarlığa toxunmaq istəyirəm. Təvazökar insan başqalarına üstünlük göstərmək ehtiyacı hiss etmir. Çünki içindəki dəyər hissi yerində və sabitdir. Təvazökar insan daha xoşbəxt, daha az stresli, sosial münasibətlər daha uğurlu, rəqabətdə daha uzaq və sakit bir həyat tərzi yaşayır. Təvazökarlığa psixoloji anlam versək, psixologiyada sağlam özdəyər və emosional yetkinlik hesab olunur təvazökarlıq. Təvazökar insan öz dəyərini şişirtmədən real olaraq bilir. Öz güclü və zəif tərəflərini qəbul edir, başqalarını da özünə bərabər görür. Empati bacarığı bu insanlarda yüksək olur. Bu hal insanın özünü dərk və empati bacarığı ilə birbaşa bağlantısı var. Səviyyəsinin yüksək olmasından daha çox qaynaqlanır təvazökarlıq hissi. Həzrət Əli əleyhissalam buyurur ki, təvazökarlığın ən gözəli
öz haqqını istədiyi kimi başqasının da haqqını verməyindir. Təvazökarlıq bir yandan da baxanda psixologiyada altruizm, yəni başqalarının xeyrinə çalışmaq və prososial davranışlar, yəni yardım etmək, dəstək olmaq kimi müsbət sosial davranışların əsasını təşkil edir. Təvazökarlıq ruhun sağlam və kamil inkişafının nəticəsidir. Bəli, əslində elə Pərvanə xanım, siz burada olan hissələrə gözəl vurğuladınız ki, təkəbbür təvazunun əksidir. Və bu təqdirdə bizlər də elə zənnimcə bu yerinə düşər ki, Allahdan istəyək ki, İlahi bizləri təkəbbürdən uzaq, təvazökar olan bəndələrin cərgəsində qərar ver inşallah. Ümumilikdə bu son əgər toxunuşları eləsək verilişimizdə, sonda izləyicilərimizə nə demək istədiniz? Ümumiyyətlə bu təkəbbür və təvazökarlıq haqqında buyurun eşidirik. Özünüzə və başqalarına həddində dəyər vermək diləyi ilə Allaha əmanət olun. Bəli, biz də Pərvanə xanımın sözlərinə qüvvət olaraq Allaha əmanət olun deyirik. Təkəbbürdən uzaq, təvazunu özümüzə daha yaxın bilərəkdən gələn cümə görüşmək ümidi ilə deyirəm. Sağ olun, salamat qalın. Allah amanında.